Değerli izleyiciler, bir daha akşamınız xeyir olsun deyirik. Biz her zaman, her an başımızın tacı olan, hakkı boynumuzda olan qəhrəman şəhidlərimizin ocağında yox, vaxtından asılı olmayaraq və bu günləri biz Cənub bölgəsində, Lənkəranda həmişə kimi çörəyimizin daha sonra getmişik. Bu günlər yenə alça sezonu başladığı üçün mənim də işim, çörəyim ancaq alça, limon, belə şeylər satmaqla. Yəni biz bu günləri halal zəhmətlə, əziyyətlə qazanıb o pulu yeyirik. Bu gün biz bəziləri kimi xəstədən pul yeyib, xəstələnib yığılan puldan özümüzə nə hiss eləmirik. Çünki hər zaman haqqın yanındayıq. Haqq hardasa biz də oradayıq. Allah cəm haqqın yanında olan insanlara can sağlığı, uzun ömür versin. Bu günləri yenə də bir elan etmişdim çəkilişdə. Yəni mən alça çıxdıqdan görə şəhid mövludları olur, elə vaxt olar, yəni o mövluda gələ bilmərəm. Ancaq bu günləri eşitdim. Namik qardaşımızın, Abuşoğlu Namikin bu günləri mövlud günüdür. Dərhal özümə borc bildim ki, günün hansı saati olsa, günün hansı dəqiqəsi olsa, bu gün alsanı, bu dəqiqə alsanı götürmüşəm, and olsun Allah. Aparıb evə qoymuşam. Yəni gəlmişəm ki, qardaşımızın mövlud günündə ola. Ondan da qabaq yolda gələndə zəng elədilər. Belə deyək, səhv eləməsəm Ələkbərdir atasının adı, Kamaz şofördür. Bir qardaş zəng elədi ki, onlarda kiçik toydur, Kamazlar bəzənib, belə deyək, gəlin maşını. Mənə dedilər, oradan çəkib var. Elə oradan promo gəldim, onu çəkdim və oradan da dərhal getdim. Alçamı götür və nəhayət gəldim başımızın tacı olan, haqqı boynumuzda olan vətən uğrunda canından keçən, özləri torpaq altında olmağına baxmayaraq canların qurban verdilər, torpaqlarımızı geri qaytardılar. Və bu günləri qəhrəmanımızdan ki, əmanəti bizdəndir, həqiqətən cəsur, cahid. Hər ikisinin qarşısında baş əyirik və onların yanında olan həqiqətən Allah canını sağ eləsin bu günləri bizi mehriban üz sifətlə deyib gülməklə və bugün bizim qardaşımızın ad günüdür və bugünkü gündə deyib gülməliyik. Çünki o şəhidlər canlarından keçdilər. Biz rahat, sərbəst, azad deyək, gülək və bugünkü günləri qeyd edək. Zakir kişiyə çox sağ ol deyirik. Allah canını sağ eləsin. Bugün dayı, sizin yüzünüz həqiqətən bugün sizin yüzünüz idi və sizin deyir, yezinə övlad deməkdir, oğul deməkdir. O sizlərin oğlu idi, Abış kişinin oğlu idi. Ancaq bu günləri Namik bizim bütün Azərbaycan xalqının övladıdır. Namik bizim qəhrəman vətəni üçün, xalqı üçün, ana bacılarımız üçün, çürəkli bayrağımızın dalğalanması üçün, gənclərimizin rahat təhsil alması üçün canından keçdi. 30 il işğal altında olan torbağa 30 il az müddət deyil dayı. Ən azından sizin neçə yaş var indi? 38. 38 yaşlı oldu. 68 yaşım var da. Ha, indi 38 yaşlı olanda torpaqlarımız işğal altındaydı. Yəni gənc vaxtlarında. Bugün bir müddət keçdi, Nami kimi və Nami'nin simasında igid oğullarımız o torpağı bizlər üçün azad etdi. Biz qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. İstərdim ki, bir balaca da olsa, belə deyişlər, Nami'nin bir yeznə kimi yox, bir oğlunuz kimi xatirəsindən danışasınız. Mənim üçün çox bir qürur verici olar. Buyur. Namik həqiqətən də vətənpərvər uşaq idi. Yəni Namikin vətənpərvərinə söz yox idi. Allahın atasının canı salamat etsin ki, yəni belə oğul böyüdü. Əlbəttə. İndi qisməti Allahın da mənim yeznəm olur. Mən heç vaxt onun bütün hər bir vətənpərvərliyi, onun harada olur olsun, o Füzulidə xidmət elədiyi yerlərdə getmişəm. Hər dəfə gəndə onun o, necə deyim sənə, belə məhdiciyin, evliyin elə istər onun əskər yoldaşlarının özünə uyğun, komandir yoldaşları, ya da komandir batalona qədər tanış olmuşlar. Onların da bu sözü ilə şeydə, həqiqətən də Namik vətənpərvər olan olub. El sevən olub. Vətəni sevən, xalqını El sevən. sevən də, xalqını sevən də. Bəli, vətəni, xalqını sevən, ailəsini sevən bir insan olur. Bu günlərin mən onu o deməkdə vətən yolunda əlbəttə canından keçdi. Namiqin böyüdən ataya da Allah ömür versin, qarşısında baş əyirik. Abış kişi həqiqətən elə bir qəhrəman atadır ki, övladı bugün vətən uğrunda canından keçib. Əlbəttə Abış kişi qarşında baş əyirik. Allah sizə var eləsin, Allah sizə ömür versin ki, bu günləri Maylovlar ailəsindən də vətən üçün canından keçən qəhrəman bir igid oldu. Namik belə deyim, hər bir sakin kimi, hər bir Azərbaycanlı kimi, hər bir gənc kimi
2 övlad böyüdürdü. Ondan arzuları var idi. Bir ata kimi toyun görsün. Ancaq bu gün Namiq vətənin dar günündə, vətənin ən çətin anlarında sinəsini qarşıya verdi. Təki vətən sağ olsun dedi. Övladları bu dünyada əmanət qaldı. Xanımı bu dünyada əmanət qaldı. Ancaq bu gün yenə vətən sağ olsun deyərək irəli gedən qəhrəmanlarımızdan oldu. Və bu gün Namiqin 2 ürək parçası, bu gün belə deyək, bizlər üçün əmanət qalan 2 övladı bizim yanımızdadır. Biz onların yanında yox. Mən istərdim elə onun böyük oğlundan ilk sözü götürək. Buyur. Əvvəlcə sizə təşəkkürümüzü bildiririk ki, çox səs qoymuşsunuz. Borcumuzdur. İstəyir dövlət qurumu olsun, istəyir qeyri-dövlət qurumu olsun. Hər zaman, hər vaxt 6 il artıq keçib üstündən, 44 gün vətən müharibəsi üstündən. Yəni bir gün belə olsun, əski olmayıb. Heç bir insan istəyir küçədə gəzən biri olsun, istəyir dövlət qurumu olsun. Yəni mən həqiqətən fəxr edirəm ki, həm mənim atam bu cür vətən yolunda öz canını keçdi. Həm də fəxr edirəm ki, bu cür dövlətin, bu cür xalqın bir nümayəndəsiyəm. Çox sağ ol, təşəkkür. Yəni demək istəyirsən ki, mən fəxr edirəm ki, mən bir Azərbaycanlıyam. Əlbəttə Azərbaycan, belə deyək ki, Azərbaycanlılar bu günləri mərd bir xalqdır. Vətənin, xalqın, dinin sevən bir xalqdır. Bu günləri bizim İslam dinimiz olmasaydı, açıq danışaq, bizim heç şəhidlərimiz də olmazdı. Allah bizim şəhidlərimizin ruhunu şad eləsin. Amin. Bu günləri bizim şəhidimiz Namiq qardaşımıza, kiçik övladından da söz götürmək özümüzə borcluyuq. Gənc olmağına baxmayaraq, məktəbli olmağına baxmayaraq, ancaq onun təcrübəsi, onun böyük bir ürəyi var ki, bu gün həqiqətən də hər zaman deyir ki, mənim Namiq kimi atam bu gün vətən üçün canından keçdi. Mən elə bir qəhrəmanın övladıyam ki, mən bu günləri başımı həmişəki kimi, yəni 6 ildir dik tutub necə atamın haqqında danışıram, bax bu gün də o cür çıxış eləyəcək. Eşidirəm səni, gözəl mənim balaca qardaşım. Buyur. Mən fəxr edirəm ki, mənim Atam Namiq. atam Namiq müəllim olub. Onun bugün Adın. ad günüdür. Mən onun ad gününü təbrik edirəm. Mən fəxr edirəm ki, onun oğluyam. Öpürəm səni. Var olasın. Əlbəttə fəxr eləməli atom var ki, bu günləri həqiqətən reallıq budur. Bu gün sizin atos nəinki sizin üçün, bu gün Azərbaycan xalqı üçün, bu gün üçrəyli bayrağımızın dalgalanması üçün, bu gün ana bacılarımızın, belə deyim, adında olan ləkəni götürdü. Bu günləri o 30 il, az müddətdir, 30 il bir icidin ömrüdür. Bu 30 il sən gənc o yaşında 30 il üstünə gəlib. Bu balaca bir rəqəm deyil. O rəqəmi 44 günə azad etdi bizim qəhrəmanlarımız. Biz hər zaman vaxtından asılı olmayaraq, hər zaman, hər an zamanından asılı olmayaraq 6 il nədir, 10 ildə keçsə, 50 ildə keçsə, nə qədər ömrümüz vardır, bu gün qəhrəman ocaqlarında olacaq. Bax, bu günləri gördüyünüz bu şəkillərdə ancaq cansız şəkilləri qalan, öz arzularını yarımçıq qoyub, torpaq altında olan qəhrəman şəhidlərə boylayıq. Bu gün gör, nə qədər bizim gənclərimiz, hələ Biləsuvardan belə gənc, bütün bölgələrimizdən, bax, bu cür vətənin sevən qəhrəman igid gənclərimiz oldu. Allah şəhidlərimizin ruhunu şad eləsin. O şəhidlərdir ki, bizim alnımıza açıq, hər yerdə başımızı dik edib və özləri geri qayıtmasalar da, yenə də deyirəm, onlar torpaq altında olsalar da, ancaq bizlərin, xalqımızın torpaqların geri qaytarmaqla namusumuzu, qeyrətimizi geri qaytardılar. Və bu gün bizim şəhidlərimizlə də bağlı, həm bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verən dayıcan, qolundan, qıçından, bax bu günləri elə gənclərimiz var, 2 gözündən keçdi, elə gənclərimiz var, qolundan, qıçından keçdilər. Təki, vətən sağ olsun deyirlər. Allah o qazilərimizə şəfa versin. Əlbəttə vətənin azadlığı uğrunda. Bugün veteranlarımız var. Şəhid qazilərimizi çıxardaraq irəli gedib təki vətən sağ olsun deyib torpaq azad etdilər. Allah onlara can sağlığı versin. Və üçrəyli bayraq altında əldə silah, şərəfsiz ermənləri bir addım da torpağımıza buraxmayan əsgərindən zabitinə kimi Azərbaycan ordumuz var. Allah ordumuzu qorusun. Və yenə də deyirəm, mənim dəyərli şəhid valideynlərim, qarşımda baş əyirəm. Şəhid anaları əllərindən öpüb qarşısında baş əyirik. Siz elə övladlar böyüdürsünüz ki, valla o övladlardan heç sizlərin də xəbəri olmadı ki, belə qəhrəman, belə igid sizlərin ocağında övladlarınız böyüdü. Və bu gün o torpaqları, o torpağın üzünü görmədən, addımları atmadan, o torpaqlara ayaqları dəymədən
Ancaq işğal altında olmağına baxmayaraq o torpağı o igidlərimiz azad etdi. Biz yenə də həmin qəhrəman şəhid ocaqlarındır. Bizim işimiz olsa da, məsəl üçün bu günləri şəhidimizin mövlud günüdür. Hansı dəqiqəsi olsa da, hansı vaxt evə gəlib çatsaq da yenə ocaqları ziyarət edəcək. Bizim ziyarətgahlardır. Bir daha Allah canınızı salamat. hər ikisinin qarşısında baş əyirəm. Baba, Allah səni də var Allah sizin eləsin. də canınızı Var salamat. olasınız. Çox sağ olun. Və bir daha gecəniz xeyrə qalsın. Allah sizləri var eləsin. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı və Azərbaycan ordusun Allah qorusun. Amin.